Yaxşı, 7-ci sualda nə deyir? O qədər yaxşı dedim ki, yoruldum. Ümumi sınaq atmışam, özdə görsən. Allahım, xəbərim olmadan nə gözəl sınaq atmışam mən sizə. Yaxşı deyirəm. Tomorrow, sabahdan söhbət gedir. Deyir ki, old hits and new tracks, köhnə hitlər nə ediləcək? Yeni musiqilər ya da. Bax indi, will be sang, will sing, will be sung. Sing, sang, sang olur. Yəni participle to forması sangdır bunun. Y bəndi. Sən sualın çox böyük ehtimal olacaq ki, niyə C olmur? Düzdür? Yox, niyə B olmur? Hə, onu dedim çünki. Sing, sang, sang olur. Participle to forması sangdır. Sangdır. Sang üçüncüdür. Bəli. A-la olur. Bilsən necə yadınızda saxlayırsınız? Gözlərini deyəcəm. Bu sing feilini qızlar hansı feillərlə uyğunlaşdırasınız onu deyirəm. Drink var, begin var, düzdür? Drink, drank, drank. Sonra begin, began, began. U hərfi olan üçüncü formadır. Yaxşı? Bildiniz? U hərfi olan ikinci daxil. Bax, deyir U hərfi olan. U hərfi olan ikincidir. Sing, sang, sang. Aynen olan ikincidir. Participle to forması o participle to ilə üçüncü formanı qarışdırır. Bax indi. Participle to formalı feilin üçüncü formasıdır. Eyni şeydir. Başa düşdün? Necə bilirəm? Qarışdırdığın hissəni də bilirəm. Az qarım sən əvəzinə sualları özüm verəm.